Sağlam axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 118 minə 2 mərtəbəli ev satışa çıxarıldı. Hələ görün nələr olacaq evdə. Deməli, kombi qoyulacaq. Hamam aksesuarları yuxarı aşağı ikisi də qoyulacaq. 118 minə monolit ev. Yeri də monolitdir, 1 ilə 2-nin arası da monolitdir. Yerləşdiyi ərazi də Yetər Şaldı sarayından Bakıya tərəf gedəndə sola dönürsüz. 200-250 metr məsafədədir. Yüksək keyfiyyətlə tikilmiş evdir, şəbəkə pəncərələri var. Sonra evin sağ tərəfində də ara məsafəsi var, arxada da bir balaca ara məsafəsi var. İndi həyətə baxın bir dənə, görün həyətin böyüklüyünə. 2 sot yarıma yaxın torpağı var həyəti. Burada bağ yeridir, ağac yeri. Görürsünüz? Həyətə bir dənə baxın, görün nə boyda həyəti var, baxın. Böyük bir həyəti var. Darvazadan girəncək yeri istəsiz naveslə düzəldə bilərsiniz. Mərkəzi kanalizasiyanın trapı da burada var. Hasarların hamısında işıqlar var. 118 minə paket kupçalı evdir. Bir də təkrar edirəm, hamam aksesuarları ilə kombi də bu evə quraşdırılıb, hədiyyə veriləcək sizə. 118 minə hələ siz baxmayın, qiymətdə super endirim olacaq. Yavaş-yavaş yaxınlaşaq evimizin içərisinə. Bir də təkrar edirəm, yeri və 1 ilə 2-nin arası monolitdir. Bax, girəcək koridordur, buradan pilləkən qalxır 2-ci mərtəbəyə. Patologları, tavanı sulu aboydur, evimizin divarları aboydur, yeri kermogranitdir, koridor, mətbəx, hamam tualet kermogranitdir. Bax, bura kermogranit istipoldur. Evimiz boydan belə istipolda, düzdür? Mətbəxinə baxın, bax bu evin mətbəxidir. Ümumilikdə 140 kvadratdır deyib, düzdür? Yuxarılı aşağı 140 kvadratdır, bax böyük bir mətbəxi var. Yeri də kermogranitdir, mebel arası kermogranitdir. Sonra buradan da gəldi, qapılarına da baxın, çox qəşəng səliqəli qapıları var. Bax, örtürəm qapını tam burada görəsiniz. Bax, belə bir qapıdır, ara kəsmə divarlarına qədər qırxılıqdır. Bu da qonaq otağıdır, yəni zalıdır. Plintusu, bir-iki xırdapara işləri qalıb. Siz inşallah gələndə bunlar tamamlanacaq. Bura qonaq otağı zalıdır. Pəncərəsi buradan açılır. Ara məsafəsi də bir xeyli hasarla varıdır. Bax, görürsünüz, ara məsafəsi buradan saxlanılıb. Bir dənə zəhmət olmasa oradan da buranı çəkək. Zalın TV stand tərəfi də görsənsin. TV standin də yeri qoyulub, kondisionerin şonuru qoyulub. Burada bax, bu nədir bu? Sula boyda. Sula boyda spotlar qoyulub. Hamısı səliqə sahmandan öz yerindədir. Bu da 1-ci mərtəbənin sanitar qovşağı. Bir də təkrar edirəm, kombidir, hamam aksesuarlarıdır, bunlar hamısı hədiyyə olacaq evin üstündə. Yəni ev satan adam tərəfindən bunlar hamısı ustanovka olunacaq, təhvil veriləcək sizə. Pilləkənlərlə qalxırıq 2-ci mərtəbəyə. Qalxdıq 2-ci mərtəbəyə, istipolun korrektoru da burada aşağıda ayrıdır, yuxarıda ayrıdır. Krişaya çıxmaq üçün burada xüsusi qapısı var, 2-ci mərtəbənin pulsatorlarıdır. Yaxınlaşaq bura. Bax, bura belə bir koridordur, 2-ci mərtəbənin foyesidir. Bu bir yataq otağı. Bu 2-ci yataq otağı, böyük yataq otağı. Bax, ən böyük yataq otağı budur. Bu da 3-cü yataq otağı. Bu da 2-ci mərtəbənin sanitar qovşağıdır. Bax belə. Bir də izah edirəm. Deməli, Saray qəsəbəsində Yetər Şaldı sarayından Bakıya tərəf gedəndə sola dönürsünüz. 200-250 metr məsafədə kupçalı ev, 2 mərtəbəli ev 118 min manatadır. Qiymətindən narahat olmayın, yaxşı endirim olunacaq. Yəni fikircə gəlmədiyiniz bir endirim olunacaq. Kombi, hamam aksesuarları da üstündə hədiyyə olunacaq. Mütləq gəlin bu evə baxın. Sağ olun.